Hər birinizi xoş gördük dostlar. Bugün yeni bir GeoGuessr videosu ilə qarşınızdayım. 5-ci videonun şərhində dediyim kimi yenə multiplayer oynayacağıq. Bugün yenə Battle Royale Distance oynayacağım. Növbəti videolarda başda modlarda gələcək. Başda modlarda da oynayacağıq. Bugün Battle Royale Distance'da davam eləyək. Baxaq görək. 6 nəfər var artıq. 7 olduq. Lobby doldu. 10 nəfər var. Oyunun başlamağına 1 saniyə və başladıq. Baxaq görək. Günəş cənub-qərbdə kimi görünür. Baxaq görək qarşıda nə var. Burada heç bir şey yoxdur. $20 saniyə qalıb, amma yəni heç nə yoxdur ağlımda. Təxmini bir şeylər etməyə çalışacağım. Sonuncu deyiləm, əsas odur ki, yəni yaxşı zonada olduğum müddətdə kifayətdir. Əsas odur ki, növbəti raunda keçim. Son 9 nəfərə dalırıqmı? Bəli, daldıq. Bura Livan imiş. Neysə, əsas odur ki, keçdik. Bu da bəsdir. Yenə gəldik. Görək bura haradır. Günəş yenə cənubdan görünür. Qarşıya gedək. Herogliflərdir. Yaponiya. Bu Yaponiyadır yoxsa Çindir? Bu iki ölkənin dilini həmişə qarışdırıram. Burada hətta görürsünüz, yəni maşınlar soldan hərəkət edir. Neysə, artıq səs vermə zamanıdır. Çinə verdim. Deyəsən Yaponiyada, amma olsun. Əsas odur ki, növbəti raunda keçək. Və növbəti raunda keçdik. Bəli, Yaponiyaydı. Sadəcə Yaponiyada yəni sıradan bir yerdir. Görək bura haradır. Afrika yerinə oxşuyur. Günəş şimaldan gəlir. Otutadon. Burada bayraq var, amma bu heç bir ölkənin bayrağı deyil. Senegal və ya Atlana fikirləşirəm. Vaxt azalır artıq. Səs vermə zamanı. Çox uzaqdayım. Və zar-zor keçdik, yəni 8 nəfərdən 7-ci kimi keçdim və bura Keniyaymış. Cəmaət 4 nəfər Keniyanı tutuzdurub. Bura baxaq, burada nə var görək.
Təbir sandığı görürsünüz. Bu İngiliz dilidir. İndi bura Amerika'da yoksa Britanya. Yok, çok uzak oldu. Yəqin ki Britaniyadır. Bəli, Britaniyadır. Görürsünüz ki, ikinci yerə yüksəldim. Növbəti raundu garanti elədik. 2 cəhd edərək. Bəli. Bura Böyük Britaniyanın Şimali İrlandiya hissəsidir. Əsas ki, növbəti raunda keçdik. Yaxşı oldu. İndi isə görək bura haradır. İdlizya de Cristo Taza del Rey. Bu İspanya zat deyəlim ki, amma bilmirəm. Seven de Taza. Amma bura Cənubi Amerika ölkəsinə daha çox oxşuyur. Bəli, Kolumbiya verdim və hələ ki ən öndə gedirəm. İkinci yerə düşdüm indi. Və əsas odur ki, keçdik və bura Puerto Rico'ymuş. Amerikanın müstəmləkəsi Puerto Rico. Ən yaxın səs verən adam Dominikan Respublikasına verib. Nəysə. Son artıq 5 nəfər qalıb. Oyunun gərgin anlarına çatırıq. Qabaqda plakat var, görüm orada nəsə oxuya bilirəmmi? Heç nə oxuma olmuş. Amma üstündə 2 dənə bayraq var. Biri Amerika bayrağıdır, görürəm. O biri nədir bəs? Niderlanda oxşuyur. Amma deyil, nəsə demək də çətindir. Amerikaya verəcəm, Amerika olmasa Niderlanda verəcəm. Amerikaya oxşamır. Bəli, Niderlanda verdim və görürsünüz ki, yaxınlaşdım və növbəti raunda keçdim bununla da. Və bura Lüksemburg'ymuş. Nəysə, əsas ki, keçdik növbəti raunda. Son 4 nəfərə qaldıq. Keçən dəfə 5-ci olmuşduq. Slovagen, Vintiye, Slovagen. Bu Orta Avropadan bir ölkədir, %100. Bu da Finlandiya, Skandinaviya ölkəsindən birinə oxşuyur. Ya Estoniya zad da ola bilər. Seçim edəymi? Hələlik öndəyəm. Və daha səs verənlərin hamısından öndəyəm. Bəli, elə Finlandiyaymış. Helsinki və Espoo'nun arasında bir yer. Elə ən yaxın mən verdim və beləliklə son 3 nəfər arasına girdik. Yenə
Günəş cənubdan gəlir. Onu gördük. Bir binadır. Düz də bağa getsəm nəsə varmı buralarda? Aha, qarşıda bir yer var. Gedək qarşıya onu. Absolute cash and carry. Bəlkə Ukrayna, Rusiya bu zonalar var. Ah, gerdə qaldım. Amma bir də səs verəcəm. Yenə düzdüm. Təəssüflər. Rusiyanın hardasa Asiya düşən hissəsiymiş. 4590 kilometr aralı qaldıq. Evi yoxdur. Yenə də düşünürəm ki, pis oynamadım. Yaxşı nəticə aldıq. Son 3 nəfərə qaldıq. 3-cü oldum. Mənə elə gəlir ki, maraqlı idi həm də. Növbəti videolarda da multiplayer gələcək və başqa modlarda da oynayacağıq. Görüşənədək sağ olun.